Qadınlığı kim öldürür qadında? Nə öldürür o qadında qadınlığı? Böyük oğlanları olan qadınlar var. Həyat yoldaşı olan qadınlar var. Sevgisizlik öldürə bilər. Sevgisizlik, maddi durum, evladı üçün istədiyini eləyə bilməmək, düşdükləri belə deyək, hansısa məişət problemləri, xəstəliklər. Yəni bunun bir çox səbəbləri var. Tək qadını yox, ümumiyyətlə insanı məhv eləyə bilən çox səbəblər var. Biz deyirik ki, qadın həmişə qadınlığını unutmamalıdır da, həmişə onu qorumalıdır. Qadın nə qədər də unutmasa, nə qədər də onu saxlamağa çalışsa, əgər onun ətrafında onu sındıran, onu alçaldan, ona qiymət verməyən insan varsa, o qadın düşəcək.